Ya şeyh, qədəmlərinizə qurban olum. Buyurun bizə, biz tərəfə. Elə şey yoxdur. Şeyh cənabları bizə getməlidir. Yox, şeyh cənabları biz tərəfə getməlidir. Şeyh bizim üstümüzə çoxdur. Bırak eşeğin başını. Eşeğin başı, başını axı eşeğin başını bırakan döyürəm. Gedək bizə, Yox, bizə gedək. Sənin qardaşını dirildim ya mənim. Sənin qardaşını dirildim də səni ki diriltməyim. Məni kim diriltməli ki? Səni? Doğrudan ha? Səni kim diriltməli? Şeyh cənabları Kəblə Fətullanı diriltdiyi üçün bizə getməlidir. Səni diriltməyib ki. İndi məni diriltməyib deyə mənim evimdə qonaq ola bilməz. Olmalıdır, olmalıdır. Gedək bizə. Bax, mübahisə lazım deyil, Məşə Doruç. Sən hələlik eşeğe qulluq elə, mən də Hacıgildə biraz dincələndən sonra sizə də təşrif gətirərəm. Sakit olun, sakit olun. Allah bahisin evini yıxsın. İndi mən qardaşım Kəblə Fətullanı necə başa salacağım ki, şeyxin bizə gəlməməyinə mən təqsirkar deyirəm. Eşşey təqsirkardır. Şeyxana izin verin çay gətirsinlər. Şeyx həzrətləri, bəlkə tamam buyurasınız, yaxşı cücə plovumuz var. O demir bir vaxtı mənə ziştaxoy taham nə başət. Necə cücə plov, necə taham. Şeyh Əhməd, mənə hara gətirmirsən? Bunlar necə müsəlmandırlar? Məyər bunlara deməmsən ki, mənim yediyim gündə bir xurmadır? Necə yəni deməmişəm şeyxana, demişəm. Bu nədir? Vələ düzina! Nə uymusuz bu dünyanın malına? Öləcəksiniz ki, əgər şah olasınız. Dünyayı şuma der nezd men eragini bi gedr terez ezber ki der deheni melek başet. Oturun! Sizin dünyamız ibarettir altı cür lezzetten. Teham, şirin su, etriyat, libaslar ve evlenmek. Lakin tehamların en lezzetlisi baldır ki arının tüfüreceğinden emere gelir. İçtiğiniz suyun içinde binlerce heyvan ecemde yüzür. Etirlerin alası mişküdür ki ahunun göbeğinin kanından ibarettir. Merkubatın eşrefi attır ki onu minen hetadedir. Libasların nefsleri ipeydir ki kurdun ifunetli karnından çıkır. O ki kaldı beni ki o atın müezzem faydelerine. Burada metlep tuğludur.